Heydər Əliyev Beynəlxalq Aeroportunda və ölkənin regional hava limanlarında Fövqəladə Halların idarə olunması üzrə hazırlıq səviyyəsinin artırılması məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturları ilə birgə geniş miqyaslı xüsusi taktiki təlimlər keçirilib. Bildirilib ki, təlimlər hava limanlarının strateji obyektlərini, naviqasiya qüllələrini, sərnişin terminallarını, yanacaq təminatı çənlər parkını və qəza enişi zamanı istifadə edilən uçuş enmə zolaqlarını əhatə edib. Təlimin əsas məqsədi yanğınlar və aviasiya qəzası kimi potensial ssenarilərə qarşı operativ reaksiya imkanlarının sınaqdan keçirilməsi, insan həyatının xilas edilməsi üzrə əməliyyatların effektiv təşkili və hadisə yerində qurumlararası koordinasiyaların gücləndirilməsidir. Praktik mərhələlərdən yanğından mühafizə bölmələrinin hazırlıq vəziyyəti, iri miqyaslı fövqəladə hadisələr zamanı manevr qabiliyyəti, böhran anında çevik qərar vermə bacarığı və resursların idarə olunması simulyasiya olunmuş ssenarilər əsasında sınaqdan keçirilib. Eyni zamanda müxtəlif qurumlar arasında real vaxt rejimində informasiya mübadiləsi və əməliyyat qərarlarının qəbulunda koordinasiya imkanlarının effektivliyi qiymətləndirilib. Təlimlər həmçinin hava limanlarında operativ təhlükəsizlik idarə etməsinin, risklərin proqnozlaşdırılması və qarşısının alınması mexanizmlərinin, eləcə də davamlılığın gücləndirilməsinə xidmət edir. Bu cür tədbirlər Azərbaycan beynəlxalq hava limanlarında təhlükəsizlik mədəniyyətinin inkişafı və sərnişin rifahının təmin olunması istiqamətində atılan ardıcıl və strateji addımlarının tərkib hissəsidir. Əgər sən də işləməkdən və dünyadan yorulmusansa, İlahiyyatçı Rüfət Qarayevin İncilər, Elmin Qapısı və Mənəvi Səyahət kitabını elə indi İsra nəşriyyatdan sifariş et. İstədiyin ünvana çatdırılsın.